Salam, Güvən 35 sınaqlarından sınaq 2-nin izahına baxırıq. Silsilə formasında ən axırıncı sınağa kimi inşallah biz bunun izahlarını paylaşacağıq. Deməli, birinci sualda 538 vurulsun, mötərizədə 7383 plus 4626 ədədinin 4-ə bölünməsindən alınan qalığı tap. Burada 2 vuruq şəklindədir. Əvvəlcə 7383 ilə 4626-nı toplamaq lazımdır. Amma burada elə biz son rəqəmləri toplasaq, yəni 83 ilə 26-nı toplasaq, alarıq deməli 9, 0. Yəni bizə son 2 rəqəm lazımdır. Çünki 4-ə bölünmə əlaməti son 2 rəqəmdir. Burada görürük ki, qalıq 1 olur. Burada isə qalıq 2 olur. Yəni 1 vurulsun 2 da bərabərdir 2. Yəni 4-ə bölünməsindən alınan qalıq C variantı 2 olar. İkinci suala baxaq. Deməli, ifadənin qiymətini soruşur. Burada 6 çıxılsın, 3 vurulsun, 1-də 2 olur. Tərsinə çevrilir, çıxılsın. Mötərizənin içərisində isə 5-dən 4-də 1 çıxanda, yəni 4-də 1 0,25 deməkdir. Çıxanda 4,75 da bərabərdir. Diqqət eləsək, burada 6 çıxılsın 6 olur, yəni 0 və cavabımız olur -4,75. Yəni doğru cavabımız A variantı. Keçid alaq 3-cü suala. A çıxılsın B çoxluğunu soruşur. B-də olub, həmçinin A-da olanları silirik. C və Y. B, C, Y. A-da nə qaldı? A və D. A və D-nin olduğu variant C variantıdır. Dördüncü sual. İşin 40% görüldükdən sonra hansı hissəsi görülməmiş qalır? 40% %40 deməkdir. Bu da bərabərdir 0,4. 0,4'ü görülürsə 0,6'sı qalır. Çünki iş 1-ə tamamlanmalıdır. Görülməmişi soruşur. Doğru cavabımız D variantı. 5-ci suala baxaq. X və Y tam ədədlərdir. -6 kiçikdir X kiçikdir -1 və X vurulsun Y bərabərdir 21. Aha. Burada X vurulsun Y bərabərdir 21 şərti bizə əsas vacibdir. Burada isə X-in ala biləcəyi qiymətlər -5 də daxil olmaqla ən son -2'dir. Yəni baxın, bunları yazsaq belə -4, -3, -2. Bu qiymətlər ala bilər. Burada X-in bunlardan hansını alacağını nə cür bilə bilərik? Bunlardan X -3 ala bilər. Niyə? Çünki baxın, burada X vurulsun Y bərabərdir 21 şərtində bu vuruq şəklində yazsaq 1 vurulsun 21 ola bilər və 3 vurulsun 7 ola bilər. Burada diqqət eləsəz, X-in ala biləcəyi bir tək -3'dür. İndi X-in -3 olduğunu bildikdən sonra deməli Y-də olur -7. -7. Bizdən nəyi soruşur? 3X çıxılsın 2Y. Bu da bərabərdir. X-i tapdıq -3, yəni 3 vurulsun -3 çıxılsın 2 vurulsun Y-də -7. Bu da bərabərdir. -9, burada da -14. Cavabımız neçə eləyir? 5. Yəni C variantı. 6-cı sual deməli, kəsirin məxrəcini irrasionallıqdan azad edin. Məxrəci irrasionallıqdan azad etmək üçün qoşmasına vurmalıyıq. Qoşmasına vursaq, yəni olur kök altında 6 vurulsun kök altında 6. Kəsirin əsas xassəsinə görə məxrəc nəyə vurulubsa, sürəti də ona vurmaq lazımdır. Bu da bərabərdir. Məxrəc eləyir 6, sürətdə isə 24 kökdə 6. 6-ya ixtisar eləsək, 4 kökdə 6 cavabını almış olarıq. Yəni doğru cavabımız B variantı. Keçid alaq 7-ci suala. -7'nin kvadratı digər sınağın izahında da demişdim. Mənfi mötərizədə deyilsə, kvadrat da olsa, yəni tək dərəcədə olsa, cüt dərəcədə olsa mənfiyə təsir eləmir. Yəni olur burada cavabımız -49 çıxılsın. Modulda -3 müsbət çıxır, qarşıda mənfi olduğunu görə yenə mənfi olur. Üzərinə gəlsin. Baxın burada 7, 5-dən 7 çıxdığımızda 2, -2, -2'nin də kubu -8 edir. Yəni olur çıxılsın 8. Məxrəc isə deməli -5 müsbət 5'ə çevrilir. Bu da bərabərdir. Surətdə olur -52, -60, 5'ə böləndə -12. Yəni doğru cavabımız olacaq B variantı. Keçid alaq 8-ci suala.
A və B natural ədədlərdir. A vurulsun B bərabərdir 24 olarsa aşağıdakılardan hansı yanlışdır? Deməli, baxaq. A variantında A artdıqda B azalır. Təbii ki, A 1 olsa B 24 olur. Bu da bərabərdir. Deməli, A artdıqda A-nı 2 eləsək B avtomatik 12 olur. Yəni, bu fikir doğrudur. A azaldıqda B artır. Bu da bir-birinin əksisidir. Bu da doğrudur. A və B tərs mütənasibdir. Bəli, biri artdıqda biri azalır. A və B düz mütənasib. Xeyr, düz mütənasib olmaz. Yəni, eyni anda ikisi də artıb, eyni anda ikisi də azala bilməz. Ona görə doğru cavabımız D variantıdır. Baxaq 9-cu sual. Aşağıdakılardan hansı A kvadratı plus A çıxılsın 2AB çıxılsın 2B ifadəsinin vurğularından biridir? Burada deməli, birinci və ikincidən, daha sonra isə üçüncü və dördüncüdən belə bu formada qruplaşdıraq. Birinci və ikincidən A-nın mötərizə xaricində çıxarsaq, alarıq A plus 1. Çıxılsın. Sonunculardan isə 2B-ni mötərizə xaricində çıxarsaq, alarıq A plus 1. Bu da bərabər. A plus 1-i yenidən mötərizə xaricində çıxarıram. Alıram A çıxılsın 2B. İndi cavablarda görək hansı var. A çıxılsın 2B, B variantı. 10-cu suala baxaq. 2 üstü A çıxılsın 1 bərabər 4 olarsa 4 üstü A çıxılsın 1 ifadəsinin qiymətini tapın. Deməli, 2 üstü A bölünsün 2 deməkdir. Bərabərdir 4. Buradan da 2 üstü A nəyə bərabərdir? Buradan 2 üstü A bərabərdirmi ki, 2 üstü 4 vurulsun 2. 4 vurulsun 2-yə. 2 üstü A bərabərdir nəyə? Bu da eləyir 8. 8 2 üstü 3 deməkdir. Baxın, əsaslar eynidə, qüvvət də eyni olmalıdır. A bərabər 3. A-nı 3 tapdıqdan sonra gətirib yerinə yazıram. 4 üstündə 3 çıxılsın 1. Bu da bərabər 4 üstündə 2. O da bərabərdir 16. Yəni, doğru cavabımız olacaq B variantı. 11. Aşağıdakılardan hansı üçbucağın tərəflərinin uzunluqları ola bilməz? Baxın, diqqətli olmaq lazımdır. Bilməzi soruşur. Üçbucaq bərabərliyinə görə üçbucağın digər iki tərəfinin cəmi üçüncü tərəfdən böyük, fərqi isə kiçik olmalı. Deməli, birincidə cəmi 3 eləyir. Baxın, bunları toplayıram. Birincini elə ikincini. Cəmi 3 eləyir. Bəli, böyük olur. Fərqi isə kiçik olur. Doğrudur. Ola bilər. İkincidə B variantında, yəni heç bir problem yoxdur. Bərabər tərəfli üçbucaq. Amma baxın, D variantına diqqət eləsək, burada cəmi böyük olmalı idi. Fərqi isə kiçik, amma uyğun gəlmir. Bərabər olur. Baxaq 12-ci suala. 12-ci sualda ABC üçbucağında BD AE-yə perpendikulyardır. AF bərabərdir FY-yə. AB 6, AD isə 3. YS 2, bizdən DC-ni soruşur. Yəni, bu X-i soruşur. Deməli, burada biz nə eləyə bilərik? Bu üçbucağa görə, baxın, bu üçbucağa görə. Bu rənglədiyim üçbucağa görə. Deməli, bu hündürlükdür, həm də bərabər bölünübsə, deməli, həm də mediandır. O zaman üçbucaq A, B, birdəki Y. Bu olur bərabər yanlı. O zaman burada 6 olur. Buranın da 2 olduğunu bildikdən sonra bu tərəf bildik ki, İndi burada bir nisbət yazsaq, 6-nın, yəni AB-nin AD-yə, niyə bu nisbəti yazdıq? Deməli, bu həm də, bərabər yanlış tutaq, həm hündürlük, həm tən bölən bərabərdir BC-nin DC-yə nisbəti. Deməli, AB oldu 6, AD oldu 3, da bərabərdir. BC oldu 8, DC isə X. Buradan X nəyə bərabərdir? 6X bərabərdir 24, X bərabərdir 4. Doğru cavabımız 4, yəni C variantı. Baxaq 13-cü suala. 13-cü sualda
Deməli, ifadəsinin qiymətini tapın. 1975-i biz nə formasında yaza bilərik? Yəni, burada bu kvadratı görən kimi biz əvvəldə olan hasili müxtəsər vurma düsturu şəklində yazmamız lazımdır. 1978 çıxılsın 3 vurulsun 1978 üzərinə gəlsin 3. Bu da bərabər çıxılsın 1978-in kvadratı. Bu da bərabərdir. Deməli, bu kvadratlar fərqidir. 1978-in kvadratı çıxılsın 3-ün kvadratı olacaq. Çıxılsın 1978-in kvadratı. Bu da bərabərdir. Deməli, buradan 1978-in kvadratları islah olunar. Qalar cavabımız -3-ün kvadratı -9. Yəni, doğru cavabımız olar D variantı. Baxaq növbəti suala. Bir nöqtədən çevrəyə çəkilən iki toxunan arasındakı bucaq 80 dərəcə olarsa, nöqtələrin çevrədən ayırdığı kiçik qövs neçə dərəcə olar? Bu bilirik ki, yəni bilməmiz lazımdır ki, uşaqlar, yəni buraxılış imtahanına hazırlaşırıq. Bu əsas və xüsusi qaydalardan biridir. Deməli, baxın. Bu indi biraz ürəyimiz əlimizdən çəkər, problem yoxdur. Deməli, baxın, bu formada olacaq. Bizdən bu bucağı soruşur. Bu bucaqla bu qövsün, məsələn, bura n qövsü mən yazıram. Bu qövsün ikisinin cəmi 180 olmalıdır. Bu qədər sadə sualdır. Deməli, burada C variantı. Kiçik qövs də elə odur. 15-ci sual sonsuz kök düsturlarındandır. Burada vurma olduqda dərəcə 1 vahid azalır. Yəni, kök altında 4 3-cü dərəcədən bu formada davam edir. Bərabərdir nə olur? Kök altında dərəcə 1 vahid azalır. 3 çıxılsın 1. Kök altında 4-cü dərəcə. Bu da bərabər nə deməkdir? Kök altında 2-ci dərəcədən 4 nə kimi yaza bilər? 2-nin kvadratı. Bu da bərabərdir 2 deməkdir. Yəni, doğru cavabımız B variantı. 16-cı suala baxaq. Avtomobil 90 km məsafəyə 6 litr, yəni 90-ın 6-ya 450 km məsafəyə neçə litr yanacaq işlədir? X. Ən sadə halda, baxın, 5-ci sinif səviyyəsində bir məsələdir deyək. 90 neyinib? 5 dəfə artıb, 6-nı da 5 dəfə artırım, olsun 30. Bu qədər sadə bir sual. Və yaxud da ki, tənasübü ilə davam edib həllini tapa bilərsiniz. Baxaq, 17-ci suala. Uzunluqları 2x plus 11 və 3x minus 7 olan iki vətərin çevrədən ayırdığı qövslər bərabər olarsa, vətərlərin uzunluğunu tapın. Deməli, qövslər bərabərdirsə, o zaman vətərlər də bir-birinə bərabər olur. Yəni, 2x plus 11 bərabər olacaq 3x minus 7-yə. Bunu da həll etsək, x bərabərdir 18. Bizdən nəyi soruşur? Vətərlərin uzunluğunu tapın. Gətirib yerinə yazsaq, birində olar 30, 47. İkisi də bir-birinə bərabər olduğuna görə elə birinin uzunluğunu tapsaq, ikinci deməkdir. 18-ci sualda çoxhədlisinin sərbəst həddi. Sərbəst hədd bilirik ki, baxın bu hissə 3m çıxılsın 4. 3m çıxılsın 4 deyir, bərabərdir 8-ə. Buradan 3m bərabərdir 12, m bərabərdir 4. Bu formada. M-in qiyməti neçə oldu? 4 oldu. Bizdən də M-i soruşurdu. 19-cu sual maraqlı sualdır. Deməli, burada kök altında bunu yazaq. Kök altında 5 plus 1-in kvadratı. Nəyə görə bunu bu formada yazdım? Yəni, baxın, bunun açılışını yazsaq. Bunun açılışını yazıram. Bərabərdir, baxın. Kök altında 5-in kvadratı 5, üstə gəlsin 2 kökdə 5 eləyir, üstə gəlsin 1. Baxın, eyni ifadəni almış oluruq. Bunu da demiş olduq. Burada yanlışdır elədim. Çıxılsın, burada isə kökdə 5, çıxılsın 1-in kvadratı olacaq. Bu formada. Burada xüsusən uşaqlar nəyə diqqət edin? Kök altı mənfi ola bilməz. Yəni, müsbət olanda heç bir problem yoxdur. Yəni, kökdə 5 plus 1 olaraq çıxır. İkinci tərəfdə də mənfi olmursa, problem yoxdur. Kökdə 5 plus 1. Niyə plus 1 oldu? Qarşıda mənfi var deyə. Kökdə 5-lər islah olunar. Cavabımız olar 2. Yəni, doğru cavabımız 2 oldu.
Baxaq 20-ci suala. S-nin neçə natural qiymətində ifadəsinin qiyməti natural ədəddir. Bu tip sualları həll etməyin ən yaxşı yolu bu kəsirləri ayrı-ayrıqda yazmaq lazım. S-də 5C çıxılsın S-də 8. Burada S-lər, deməli, burada S-lər ixtisar olunduğuna görə nə formada olur? 5 çıxılsın S-də 8. İndi burada bizdən görək natural ədəd soruşur. Baxın, natural ədəd. Deməli, biz burada elə S-nin yerinə nələr yaza bilərik? S bərabərdir 1 yazsaq, bu 8 eləyir, -3 olmaz. 2 yazsaq 4, aha 2 olar. Sonra 4 yaza bilərik, bir də 8-in özünü yaza bilərik. Çünki 8-in bölənləri olmalıdır. Deməli, doğru cavabımız oldu. Neçə soruşurdu? 3 natural qiymətində. 21-ci suala baxaq. Katetləri 5 cm və 12 cm olan düzbucaqlı düzbucaq təpəsindən çəkilmiş median neçə santimetrdir? Bu da konkretli qaydadır. Deməli, düzbucaq təpəsindən çəkilmiş median nəyə bərabərdir? Hipotenuzun yarısına bərabərdir. Yəni, bura 5-dir, bura 12-dir. O zaman bura Pifaqor teoreminə görə 13 olur. Yəni, 5-in kvadratı üzərinə gəlsin, 12-nin kvadratı bərabərdir 13-ün kvadratı. Yəni, birbaşa demirəm, həmçinin həll yolunu da deyiləm. Deməli, MA buradan nəyə bərabər olur? 13 bölünsün 2. Bu da bərabərdir 6,5 cm. Suallardan hansı qaranlıq qalarsa, həmçinin hər hansı bir sualınız olarsa, rəy bölməsində bildirə bilərsiniz. 22-ci suala baxaq. 250 manata satılan məhsulun satış qiymətinə əvvəl 28%. 250-nin 28%, deməli 250 vur 28 bölünsün 100. 4-ə ixtisar eləsək, burada 7, burada isə 25. 25-ə də ixtisar eləyəndə burada da 10. Deməli 70 manat ilkin olaraq güzəşt olunub və 180 manata düşüb. Daha sonra deyir ki, yeni qiymət 25%. 25% nə deməkdir? 4-dədir. Yəni 180-in 4də birini tapsam, 25% deməkdir. O 45. Və 45-də endirim olandan sonra neçəyə düşür? 135-ə düşür. Yəni 250-dən 135-ə. İndi deyir, ümumilikdə neçə faiz güzəşt edir? Gəlin görək 135, 250-nin neçə faizdir? Yəni neçə faiz qalıb ki, neçə faiz endirim olunub? Doğrusun 100. Sıfırlar ixtisar gedər, bu da bərabər. 5-ə ixtisar eləsəm, burada 2, burada da 5. Yenə 5-ə ixtisar eləsəm, sürətli oldu mu? 27. 27-ni 2-yə vursaq, 54%. 54%-in təşkil edirsə uşaqlar, neçə faiz bəs endirim olunub? 46% güzəşt olunub. Çünki niyə? 54%-ni təşkil edir, deməli, yerdə qalır 46%. Baxaq 23-cü sual. Çevrə üzərində ABCD nöqtələri ardıcıl qeyd olunmuşdur. Bu bizim çevrəmiz. Deməli, ABCD nöqtələri ardıcıl qeyd olunmuşdur. AB ardıcıl olaraq yenə də yazaq 2K, BC o zaman 3K, CD 4K, burada olacaq 6K. Aha. AC, BD. Bu vətənlər arasındakı qalan iti bucağı soruşur bizdən. Alfa. Sonra bunun üçün deməli, K-ları toplasaq eləyər 15K. Yəni 15K bərabərdir 360. Buradan K bərabərdir 24-ə. Deməli, bura olur 144 dərəcə. Qarşı da olur 72 dərəcə. Bunlar arasındakı qalan bucaq nəyə bərabərdir? 144 ilə 72-nin cəminin yarısı. O da eləyir 216, yarısı da 108 dərəcə. Bu formada. 24-cü sualın izahına baxaq. 24-cü sualda deməli, bu birinci kökün altını 4-də 100 kimi yazsaq və çıxılsın 4-də 100 kimi yox, 25-də 100 kimi. Çünki 4 eləməsi lazımdır. 25-də 19. Çıxılsın. Bu ikinci tərəfi isə, deməli, məxrəc olur, öz üstündən birinci surətdən yazsaq, kök altında, deməli, kök altında olur 10-da 25,
Bunları da ayrı-ayrı köşkdə də yaza bilərik. Üzərinə gəlsin, kök altında, kök altını unuttum. 10'da 144. Məxrəcdə də olur, kök altında 10'da, kök altında 225. Bu bərabərdir. Baxın, burada birinci kökün altı neçə eləyir? 25'də 81. Yəni kök çıxarsaq alarıq 5'də 9. Çıxılsın. İkinci kəsirimizin, yəni surət eləyir kökdə 10'da. Buradan 5 çıxır, buradan 12. 17. Məxrəcdə isə kökdə 10'da 15. Bunda böldükdə tərsinə çevrilir. Təbii ki olur. Vurulsun. Kökdə 10 yuxarı qalxır. Düşür aşağıya 15. Köklə 10'lar ixtisar getsə 15'də 17 olur. Yəni 5'də 9 çıxılsın. 15'də 17. Bu formada da bərabərdir. Bu da eyni məxrəcə gətirsək 15'də 27 deməkdir. 20, bəli. Bu da 15'də 10. 5'ə də ixtisar eləsək cavabımız olar 5'də 3'də 2. 3'də 2. Bu formada. Yəni doğru cavabımız oldu. Yəni bu sual deyə bilərsiniz ki, kəsir alına bilərmi? Bəli, bu yazılı sual olduğuna görə heç bir problem yoxdur. Kəsir cavab ala bilərik. Bunun açılışını yazsaq, deməli, sürət kvadratlar fərqindən A çıxılsın, B çıxılsın, C. Bir də A üzərinə gəlsin, B üzərinə gəlsin, C. Bu formada məxrəcdə isə deməli, bunları birinci ilə sonuncunu qruplaşdırsaq, alarıq A çıxılsın, B, A plus B. Çıxılsın, burada C-ni mötərizə xaricində çıxarsaq, A plus B-yə da bərabərdir. Sürəti yenə olduğu kimi yazıram. A çıxılsın, B çıxılsın, C. A plus B plus C. Məxrəcdə isə A plus B-ni mötərizə xaricinə çıxarıram. Alırıq, deməli, A çıxılsın, B çıxılsın, C. Burada da diqqət eləsək, baxın, bunlar ixtisar gedir, bərabərdir. Yerdə nə qalır? Surətdə A plus B plus C. Məxrəcdə isə A plus B. Sadəcə bu qalır. Bu formada. Sınaq 2'nin bütün sualların izahına baxdıq. Növbəti sınaq üçün izahı olacaq. Paylaşıb daha çox şagirdin faydalanması üçün vəsilə ola bilərsiniz. Sağ olun, hər birinizə uğurlar.